Salam, bugünkü dərsimiz fizikadan model suallardan 4-cü ixtisas qrupu üzrə düşmüş 1-ci test tapşırığının izahıdır. X oxu üzrə hərəkət edən iki cisimdən bir cisminin koordinatının iki cismin isə sürətinin zamandan asıllıq qrafiki verilmişdir. 4 saniyə zaman müddətində onların orta sürətləri bərabər olarsa, ikinci cismin təcilinin modulunu hesablayın. Baxırıq, birinci cisimdə koordinatın zamanın asıllıq qrafiki verilmişdir. Deməli, birinci cisim X oxu istiqamətdə düz xətli bərabər sürətlə hərəkət edir. İkinci cismin sürətinin zamandan asıllığı verilmişdir. İkinci cisim X oxunun istiqamətdə bərabər yavaşlayan hərəkət edir. Yəni, İkinci qrafikimizdə görsək, yəni bərabər yavaşlayan hərəkətdə cismin təcili var. Orta sürətdə ümumi yolun ümumi zamana olan nisbətinə bərabərdir. Birinci hərəkətimiz isə düz xətli bərabər sürətlə hərəkətdir. Burada sürət bütün zaman fasilələrində bərabərdir. Yəni bilirik ki, düz xətli bərabər sürətlə hərəkətdə sürət S böl T'dir. Yəni proyeksiya ilə yazsaq Sx böl T'dir. X oxu üzrədir hərəkət. O da bərabərdir x minus x0 böl T. Bərabərdir. Baxırıq, başlanğıc koordinatı 0'dır. 4 saniyədə 40'a gəlmişdir. Deməli, son koordinatı 40, başlanğıc koordinatı 0, 4 saniyədə hərəkət müddəti bölərik 4'ə. Bərabərdir 10 metr böl saniyə. Deməli, birinci cismin hərəkəti düz xətli bərabər sürətlidir və sürəti 10 metr böl saniyəyə bərabərdir. Məsələn, bunu X oxu üzrə də göstərsək belə 0'dan başlamışdı hərəkətə və 4 saniyə müddətində 40'da dayanmışdı. Yəni bu istiqamətdə X oxu istiqamətdə gəlmişdir. İkinci hərəkətimizə baxırıq. İkinci hərəkətimiz X oxu istiqamətdə yavaşlayan hərəkətdir. Başlanğıc sürəti V0'dır. 4 saniyədə dayanmışdır. Yəni sürət olmuşdur 0. Tormozlanan hərəkətlər deyə bilərik buna. Burada biz orta sürəti tapmaqdan ötürü yenə yazarıq biz V orta bərabərdir. S ümumi bölünsün T ümumi. S ümumi burada bizə bilirik ki, sürətin zamandan asıllıq qrafikində hansı hərəkətə aid olursa olsun, zaman oxu ilə əmələ gətirdiyi fiqurun sayısı bizə gedilən ümumi yolu verir. Buradan biz ümumi yolu taparıq. S ümumini. O da olar 2'də 1 AH-dır. A'nın yerinə 4, H-ın da yerinə V0 yaza bilərik. 4 vurulsun V0. Sadələşdirsək 4 ilə 2 ixtisar gedər, qalar 2 V0. Bu ümumi yolumuz. Gətirib burada yerinə qoysaq, S ümumi yerinə yazarıq 2 V0. T ümumimiz də 4'dür. 2 V0 böl 4. Bərabərdir. Bu da eləyər V0 böl 2. Bu da ikinci hərəkət üçün orta sürətimiz. İndi məsələnin şərtində verilir ki, 4 saniyə zaman müddətində orta sürətlər bərabər olarsa, yəni birincidə 10 tapmışdıq sürəti, yəni biz bunu orta sürət deyə bilmərik, çünki bərabər sürətlə hərəkətdir. Yəni 10'u götürdük. İkinci hərəkətdə orta sürətimiz oldu. V0 bölünsün 2. Onda biz 10'u V0 böl 2'yə bərabər etməliyik. Buradan yazım. 10'u V0 böl 2'yə bərabər edib, oradan V0'ı taparıq, yəni başlanğıc sürəti. Son sürəti də qrafikdən görürük ki, 0'a bərabərdir. Deməli, yazarıq buradan 10 bərabərdir V0 böl 2. Buradan V0'ı taparam, eləyər 20 metr böl saniyə. Deməli, başlanğıc sürəti cismin 20 metr böl saniyədir. 4 saniyədə sürətini 0'a qədər saldırıb dayanmışdır. Və bizdən təcili istəyir. Təcilin də düsturunu bilirik ki, A bərabərdir. Yavaşlayan hərəkət olduğundan V0 çıxılsın V böl T. Bərabərdir. V0'ı tapdıq 20. Çıx, görürük ki, son sürətimiz 0'dır. Burada 4 saniyədə 0 böl 4. Bərabərdir, eləyər 5 metr böl saniyənin kvadratı. Cavabımız olar A variantı. Bugünkü izahımız bu qədər. Öyrənmək istədiyiniz tapşırıqları şərh bölməsində yaza bilərsiniz.
Sağ ol.